Qarabağın səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın səsi YouTube kanalında Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun. Qarabağın səsi verilişinin gözəl, dəyərli izləyiciləri. Hər həftə olduğu kimi bu həftə də sizlərin görüşünə gəlmişik. Xoş gördük hər birinizi salamlayırıq. İxtiyar müəllim. Axşamınız xeyir olsun deyirəm mən də. Bir daha izləyicilərimizi salamlayıram. Xoş gördük sizləri. Qarabağın səsi verilişini səbirsizliklə gözləyən dəyərli izləyicilərimiz. Hər birinizi salamlayıram. Xoş gördük. Xoş gününüzə gələk. Belə gözəl, elə Xarı Bülbül ansamblı ilə bərabər. Elə Xarı Bülbül demişkən, Xaləddin Ayazoğlu başda olmaqla bədii rəhbər Xarı Bülbül ansamblını salamlayıram. Xoş gördük sizləri deyirəm və Ülviyə xanım. Hər həftə olduğu kimi bu həftədə sevilən ifaçılarla, sevilən şairlərlə, gözəl qonaqlarla sizlərin görüşünə gəlmişik. Ülviyə xanım, qonaqlarımızı dəvət etməmişdən öncə verilişimizin sponsorları haqqında qısa bir məlumat deyim. Ondan sonra ilk qonağımızı siz dəvət edirsiniz, yoxsa mən dəvət edirəm. Bəli, buyur. Verilişimizin sponsorları, baş sponsor Alsı Mol Ticarət Mərkəzi, Ağcabədi Ağdam şosesində, Şərəfanlı kənd ərazisində tam orta məktəblə üzbəyiz olan bir gözəl bir məkanda yerləşən 3 mərtəbəli ticarət mərkəzi. Alsı Mol Ticarət Mərkəzinin rəhbərliyinə şəxsən Hacı Faiq qardaşımıza çox sağ olun, var olun, təşəkkürümüzü bildiririk və verilişimiz üçün belə bir gözəl şərait yaradan, çəkilişlərimiz üçün belə bir gözəl bir məkanı bizlərə ərmağan edən, bizləri ləziz yeməklərlə, xidmətlərlə, keyfiyyətli ləziz yeməklərlə bizlərin qulluğunda duran, personal, Güləriz o personalı ilə bizlərin qulluğunda duran Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə təşəkkür edirəm. Çox sağ olun, var olun və Anar qardaşımıza xüsusi təşəkkür edirəm. İlk qonağımızı mən dəvət etmək istəyərdim. Gözəl saz ifaçısı, mənim həm də dəyərli bir ustadımın, ağsaqqal bildiyim, ustad bildiyim özümə, dəyərli bir dost bildiyim bir şəxsiyyətin nəvəsini dəvət etmək istəyərdim. Bu günləri Loğman kimi Qarabağ elində tanınan, belə deyək də bu sınıqçı aləmində Loğman kimi tanınan, 10 kitabın müəllifi, şair Hacı Koroğlu Sönməzin nəvəsi Balaca Koroğlunu dəvət edirik, buyursun. Əzizlərim, dost tanışım, el-obam. Mən sizinlə görüşməyə gəlmişəm. Gizlətmişəm kədərləri, qəmləri, sevincləri bölüşməyə gəlmişəm. Arz eləyirəm Allah Teala'dan həmişə belə sevincli günlərdə olasınız. Toylarınız bol olsun, sənətkarlar, canınız sağ olsun inşallah. Və hər birinizi salamlayıram. Mənim nəvəm Koroğluzadə sazla izləyicilərimizin qulluğundadır. İxtiyar müəllim, bu Koroğlunun bir yaşı olanda belə bir şeir yazmışdım. Mən də Koroğluyam, sən də Koroğlu.
Özümü özümdən aldılar mənim. Ailəvi qaydıma qaldılar mənim. Adımın nəvəmə qoydular mənim. Nəvəm Köroğludur, oğlum Kürdoğlu. Ay qardaş, mən də Köroğluyam, sən də Köroğlu. Mən qırat üstəyəm, sən dürat üstə. Bütün mətləfləri Xudadan istə. Mənimlə birlikdə hər bir məclisdə adına deyilsin şair Eloğlu. Ay Məşədi, mən də Köroğluyam, sən də Köroğlu. Eşq olsun Azərbaycanımıza, elimiz obamız var olsun. Sizlərə də təşəkkür edirəm. Allah razı olsun. Əhsən. Baba Köroğlu, nəvə Köroğlu. Mən özüm qeyd etmədim Ülviyə xanım. Dedim qoy izləyicilərimizə bir sürpriz olsun. Mən şair Köroğlu Sönmədin adını çəkdim, nəvəsin mən qeyd etdim. Amma bu günləri bizim verilişimizdə mənim ustadım, Qarabağımızın gözəl bir şairi, 10 kitabın müəllifi, Hacı, şair Köroğlu Sönməz bizim verilişimizin qonağıdır. Şair, ustad, xoş gəlmişsiniz. Onu da qeyd edim ki, həm şair kimi, həm belə deyək də uzun müddət el məclislərində bir ağsaqqal kimi, gözəl bir qiraətçi kimi, gözəl bir toylarımızın aparıcısı kimi sevilibdir. Həm də bir loğman kimi. Allah bütün xəstələrin şəfasını versin. Bu günləri şair sizi burada görməyə çox şadam. Məni çox sevindiniz. Deməli, veriliş başlayandan biz istədik ki, açılışda siz burada olasınız. Çünki ustad kimi. Amma nə vaxt zəng elədik şair Kaha kəndində. Nə vaxt zəng elədik şair Kaha kəndində. Buyur, sizə bir sürprizimiz də var bu günləri. Buyur, bir verilişimiz haqqında. Bax, indi özünüz birinci dəfə də gəlirsiniz, amma izləyirsiniz, hər dəfə zəng eləyir, bəyənirsiniz. Buyurun, şair. Sizin bir ürək sözünüzü eşidək. İxtiyar müəllim, çox sağ olun. Var olun, dəvətinizə görə. Mən çoxdan gəlməli idim, bir ustad olaraq. Allah sizləri var eləsin. Əvvəla sizə bir Hacı Seyid xeyir duası verirəm. İnşallah bu kanalınız uzun ömürlü olsun, davamlı olsun. Ülviyə xanım da sağ olsun, siz də var olun. Zəhmət çəkən hər bir kəsə mən də öz adımdan təşəkkür edirəm. Var olsunlar deyirəm. Bu ay işığı ailəvi istirahət mərkəzinə ilk dəfədir ki, gəlirəm. Əlbəttə ki, Köroğlu Köroğluzadə ilə, nəvə ilə. Bu da bizim üçün böyük bir şərəfdir ki, İxtiyar müəllimin, Ülviyə xanımın apardığı bu kanal, Qarabağımızın səsi verilişində, çəkilişində, belə deyək də, yəni o ad çox müqəddəs bir addır. Vaxtınızı çox almaq istəmirəm. Mən arzu edirəm ki, bu Qarabağın səsi verilişi Şuşada həmən Şuşa qalasının ətrafında da çəkilsin. Təbii olaraq. Təbii olaraq. İnşallah, xoş gəlmişsiniz. Xoş gördük sizi bugün bu verilişdə. Mən də əli boş gəlməmişəm. Şairin varı dövləti sözdür. Özün şairsən, bilirsən, gözəl. Bu sadəcə mənim 9-cu kitabımdır. 4 üstə gəl 44. Bunun da mənasını qısa olaraq açıqlayayım ki, yəni 4 aprel döyüşüdür, 44 qələbə. Ömür Dastanı adlı bir kitabımı, bax bu Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə İxtiyar müəllim təqdim edirəm, hədiyyə gətirmişəm. Qəbul eləyin inşallah. Allah sizləri var eləsin. Çox sağ olun. Onu da qeyd edim ki, şair kitab çıxanda ilk dəfə elə birim mənə hədiyyə edibdir. Mənə dedi ki, bəs... Bütün kitablarımın birincisi öz tələbəmə hədiyyə eləmişəm. Və bugün də Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə birin hədiyyə edir. Ülviyə xanım, xahiş edir, hədiyyəni qəbul edin və anar qardaşımıza çatacaq bu. Çox sağ olun. Balaca Köroğlu, buyur. Buyur, bir kəlmə. Mən də verilişinizi təbrik edirəm. Aşıq həmişə öz sazı ilə xeyir dua verir. Təşəkkür edirəm. Buyurun, əyləşin ustad. Mənim sizə bir sürprizim var, şair.
Biraz öncə qeyd etdim ki, nə vaxt zəng edirəm, Kaha kəndindədir. Nə vaxt zəng edirəm, Kaha kəndindədir. Bu günlərdə şəxsən verilişimdə Kaha kəndindən bir qonaq dəvət etmişəm. Heç gözləyirdin bunu? Mikrofonu götür. Əlbəttə, bu da bir qismətdir. Buyur Ülviyə xanım, dəvət elə qonağımı. Növbəti qonağımız İskəndər Laçınlı, xanəndə, sevilən ifaçı. Bulutlar dağılır uzaqda lay lay, yenə öz yerində yuvarlanır ay. Bulutlar dağılır uzaqda lay lay, yenə öz yerində yuvarlanır ay. Hələ nə cəlal var, nə də ki humay. Ne ömre yazıyor, ne yaşadın ya. Kimine şirin, kimine yazın, kimine şirin a dünya. Kimine şirin, kimine yazın, kimine şirin a dünya. Yerlere bakıram, bağçalı balı. Göylere bakıram, kapısı bağlı. Yerlere bakıram, bağçalı balı. Göylere bakıram, kapısı bağlı. Kainat ihtiyar, sirri sorardı. Ezelden yaranır tamaşa dünya. Kimine şirin, kimine yazın, kimine şirin a dünya. Kimine şirin, kimine yazın, kimine şirin a dünya. Ezelden bilədir çünkü kainat. Cahan daimidir, ömüre mahnet. Ezelden bilədir çünkü kainat. Cahan daimidir, ömüre mahnet. Elden ele keçir vefasız həyat. Biz geldik gideriz, sen yaşa dünya. Kimine şirin, kimine yazın, kimine şirin a 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 dünya. İskəndər bəy, xoş gəlmisiniz bir daha. Buyurun, gəlin əyləşin. İskəndər bəy çox gözəl bir ifa səsləndirdi. Təşəkkür edirik biz də. İskəndər, xoş gəlmisən. Sən də gözləmirdin də bu günləri ustad öz kəndçinin, şairimizlə bir veriliş olmağa. Gözləmirdin. O da sənin üçün də sürpriz oldu. Növbəti qonağımızı dəvət etsən, buyur. Bəli, növbəti qonağımızı dəvət edən verilişə bu dəfə gözəl bir ifaçı, sevilən bir ifaçı dəvət eləyəcəm. Tacir Ağdamlını dəvət eləyirəm verilişimizə.
seni reva görmeyeydin. Talih seni reva görmeyeydi, kaş meleği gün. Yar olmadım oldum yüreği daş meleği gün. Git benden uzak gez, bizi bir yerde görenler. Git benden uzak gel, bizi bir yerde görenler. Koy söylemesinler, seni sirdaş bana ey gül, ey gül, ey gül. Öyrəşmişəm yoxluğuna, qayıtma. Mən sən olan şəhərdən də küsmüşəm. Yuxuları haram etdin gözümə, gecədən də, səhərdən də küsmüşəm. Ay tacir de qəlbinə daha mən almasın. Alışmasın, heç boşuna yanmasın. Həsrətindən ağlayıram sanmasın, ağlamaqdan, qəhərdən də küsmüşəm. Git benden uzak gel, bizi bir yerde görenler. Koy söylemesinler, seni sirdaş bana ey gül, ey gül. Ter gönceyken iğneyi belden ele düştüm. Etinin daha gelmez o kadar hoş meleğe gül, o kadar hoş meleğe gül. Xəzan oldum, gülüm saraldı gitti. Uca dağlar başım qaraldı gitti, qaraldı gitti. Hamı yar sevdiğin yar oldu gittim, düşmüşem çöllere yar diye diye. Sən səfər adamı, mən uzun yolam. Həsrəti bir çimdik, sevinci bolam. Əgər ki ayrılıb gedəsi olsan, çəkə biləsənmi qəmi kədəri? Get, get biraz darıxım səndən ötəri. Həmişəlik itirmişəm gülümü, gecə gündüz mən çəkərəm zülümün. Bana verdiğin aylarımı ilimi bir bağban olmuş ayam var diye diyen. Həmişəli itirmişəm gülümün, gecə gündüz mən çəkərəm zülümün. Bana verdim aylarımı ilimi, bir bağban olmuşam var diye diye, var diye. Sizi yat verirəm o ettiğiniz ziyarete gedirsiniz. Yar beni ağlar koyup müntezir yolunda, onu bilirsiniz. Yoktu dermanım naça, gelmesin seferde yar, ben bu yerlerden kaçarım. Ay uçan kuş
quşlar gözün yanır Ona deyin yarın intizar çəkir Sən yolunu gözün gecə gündüz ağ çəkir Sən yolunu gözlər gecə gündüz ağ çəkir Ziyad verirəm o etdiyini ziyarətə gedirsiniz Yar beni yanlar qoyub müntəzir yolunda onu yedirsiniz Ey axı yaşıqım nasıl, yoxdur dərmanım nasıl Gəlməsən səfərdə ya, Rəbbi yerlərdən nasıl Ay uçan quşlar gözəl yarım Ona deyin yarın intizar çəkir Sən yolumu gözləyin Gecə gündüz ağ çəkir Sən yolumu gözləyin Gecə gündüz ağ çəkir Canım Tacir, möhtəşəm bir ifa. Təşəkkür edirik bu gözəl ifa üçün sənə. Buyur, xoş gəlmisən. Xoş gəlmisən Tacir. Çox sağ olun. Mən də sizə salamlayıram. Hər birinizin axşamınız xeyirli və uğurlu olsun. Verilişinizdə tüşər olsun İxtiyar müəllim, Ülviyə xanım. Həmişə verilişinizdə gözəl qonaqlar olsun. Yaxşı oxuyanlar dəvət eləyin. Təşəkkür edirik. Yaxşı oxuyanları dəvət edirik ki, İskəndər də, sən də buradasan. Və bir də bir söz deyim. Ansambulda salamlayıram. Xaləddin, Samir, Fərhad Qaqam, Təbriz, hamısını salamlayıram. Öpürəm sizi, var olun. Sağ ol. Qəşəng dincəldin amma dağlarda sən də. Bəli. Bu da neçə vaxtı sənin qəbulva düşmək olmurdu. Həmçə istirahətlərdə. Buyur Tacir, keç əyləş. Çox sağ ol, var ol. Ülviyə xanım, şair Koroğlu Sönməz çox fərqli bir şairdir. Şeir yazır eyni hərfdə, bütün misralar bir hərflə başlayır. Bütün sözlər bir hərflə başlayır. Şeiriyyatında mən bayaq belə deyək də, keçən efir qeyd eləmişdim, səhv etmirəmsə ki, şairimiz gələcək, bizim verilişin qonağı olacaq. Gözəl qıfıl bəndləri var. Mən də özümü çox xoşbəxt hesab edirəm və bunu da Allahıma borcluyam. O qüdrəti, o gücü, o qüvvəni, o zehni, düşüncələri mənə bəxş eləyən Allahdır. Şairin bir neçə qıfıl bəndinin açmasını vermişəm mən. Maşallah. Bəli. Və illər öncə şair çox sağ olsun ki, Dünya TV kanalında Sumqayıt şəhərində mən biraz şov verilişin, aparısı, unudulmayan səslər verilişində gəlib Ağdamda çəkmişik. Hər iki verilişdə qonağımız olubdu. Gəlib orada mənə bir şeir də yazmışdı, səhv etmirəmsə. Bir değişməyimiz olmuşdu. Mən də mikrofonu ver Tacir. Xahiş edirəm, mikrofonu ver. Buyur şair. İxtiyar müəllim, bu çəkilişlər çoxdur. İlk dəfədə Dünya TV-yə məni siz dəvət eləmişdiniz. Allah sizlərdən razı olsun. Bugünkü günə də çox şükürlər olsun ki, yəni sizin bu verilişdə iştirak edirəm. Əvvəla hər birinizi salamlayıram. Sizlərə xoş günlər arzu edirəm. Gününüz həmişə, gününüz, güzaranınız xoş keçsin, ölkəmiz, elimiz var olsun. Yaradıcı insanlara eşq olsun deyirəm. Kimliyindən asılı olmayaraq, şair olsun, aparıcı olsun, qirayətçi olsun, müğənni, xanəndə, musiqiçi, bunların hər biri yaradıcı insan sayılır. Çünki yeniliklər var. Sizlərə də uğurlar arzu edirəm və o vaxtı sağ yazdığım bir şeiri mən belə demişdim ki, yolun düşür şəhərlərə, kəndlərə. Yolun düşür şəhərlərə, kəndlərə, şeir deyib ruh verirsən qəlblərə. Gərəklisən,
toylara, məclislərə. Məclisin nə gözəl, sözün nə gözəl. Ay ixtiyar, söhbətin nə gözəl, sözün nə gözəl. Ülviyə xanım, mən nə demişdim buna? Ustad, mənə gözəl şiir yazmısınız. Zəhmət çəkib qızıl vaxt ayırmısınız. Şiirinizlə yaddaşlarda qalmısınız. Şiirin nə gözəl, sözün nə gözəl, şəkərin nə gözəl, duzun nə gözəl. Əhsən, şair, əhsən. Maşallah, cavansan da yaddaş güclüdür. Ustadın orada ikinci bəttə deyir ki, sən toyları, toylar səni gözləyir. Söz söhbətin məclisləri bəziyir. Ustad səni nə müddətdir izləyir. Düz yolun nə gözəl, sözün nə gözəl. Ay ixtiyar, söhbətin nə gözəl, özün nə gözəl. Adıma hər yerdə tərif deyirsiniz. Attığım addıma diqqət edirsiniz. Yazdığım sözlərə qiymət verirsiniz. Diqqətin nə gözəl, gözün nə gözəl, qismətin nə gözəl, özün nə gözəl. Köroğlu dostları dost biləcəkdir. Necə var, elə də vəsf edəcəkdir. Çağırıb dağlara, Laçın dağlarına, Şuya. Çağırıb dağlara gəl deyəcəkdir. Kəmənin nə gözəl, düzün nə gözəl, söhbətin nə gözəl, duzun nə gözəl. Hara getsəm, iziniz var hər yerdə. Bölgələrdə, həm də şəhər, kəndlərdə. Qarabağ, Şirvanda, Tovuz, Şəmkirdə, dağların nə gözəl, düzün nə gözəl, düz yolun nə gözəl, izin nə gözəl. Maşallah olsun. Ülviyə xanım, bir yerdə tələbəmi imtihana çəkmişəm, qıfıl bəndinə. Aha. Bir neçə qıfıl bəndlərimə açıqlama gətirib, yəni belə deyək, bütün kitablarımda o var. Belə demişdim ki, qoy görüm, İxtiyar müəllimin gücünlə bir yoxdur. Şair kimi şairdir. El içində gözəl aparıcıdır, qirayətçidir. Ancaq qıfılbənd söhbətində də bir imtihana çəkmişəm. O hansı ağaçdır, kökü göydədir. De hansı çeşmədə su dörd rəngdədir. O kimdir, yediyin xaric etmədi. Kim bilir, buyursun, meydana gəlsin. O günəşdir, daim kökü göydədir. Behiş çeşməsidir, su dörd rəhdədir. Bətində uşaq yedi, xaric etmədi. Bu hikməti bilən buyurub gəlib. Çox sağ ol, var ol. Bu uzun bir söhbətdir, uzun deyişmədir. Bəli, mən yedilərlə həmişə belə deyək də bəhrələnmişəm. 7 müqəddəs rəqəmdir. Başqa bir qıfıl bəndimin sonunda deyirəm ki, Köroğluyam, hər bir sözüm 7'dir. Əvvəlim də, axırım da 7'dir. Hər 7'nin hər birisi 7'dir. Ay ixtiyar, 7'lərin 7'sini aş görüm. 7 özü çox müqəddəs deyimdir. O nədir ki, ən bahalı geyimdir. O nədir ki, evciyimdir, evimdir. Bu hikməti bilən varsa buyursun. Fatihə surəsi 7 ayədir. Mən hər zaman deyirəm, Allah o abır həyamızı üzümüzdən almasın. Bahalı geyimdə abır həyadır. Evcik bu dünya, evim o dünyadır. Bu hikməti bilən buyurub gəlib. Allah sizlərə can sağlığı versin. Sağ olun Köroğlu müəllim, İxtiyar müəllim, siz də sağ olun. Sizin bu gözəl söhbətlərinizdən, sözünüzdən doymuruq təbii ki. Verilişimizdə başqa qonaqlarımız da var. İstəyirəm
İskəndər bəyi də dinləyək. Bir tamaşaçılar İskəndər bəyi də daha yaxından tanısın. İskəndər bəy, sizi eşitmək istəyirəm. Qarabağın səsi izləyiciləri İskəndər bəyi daha yaxından tanımaq istəyir. Çox sağ olun, mən də hər birinizi salamlayıram. Qarabağın səsi verilişində mən də iştirakçı olduğum üçün, mən də dəvət elədiyiniz üçün çox sağ olun. Verilişiniz uzun ömürlü olsun və Tacir müəllimi, digər qonaqları və mənim üçün dəyərli bir insan Koroğlu Sönməzlə, mənim yerlim, kətçim, mənim Koroğlu əmimlə bugünkü verilişdə iştirak eləməyim. İxtiyar müəllim, çox sağ olun. Mənim üçün həqiqətən də sürpriz oldu bu veriliş. Bəli. Və Qarabağın səsi, yəni bu söz elə belə söz deyil. Qarabağın səsi, yəni bu sözün çox dərin mənaları var, Ülviyə xanım. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ali baş komandanımızı qorusun. Allah qazilərimizə şəfa versin. Bugünkü bizə bu sevinci yaşadan onlardır. Və şəhid analarının, şəhid atalarının qarşısında baş əyirəm. Və Qarabağın səsi verilişinin və arzu edirəm ki, yəni bu verilişin səsi ölkəmizdən, hüdudlarından kənarda da yəni səslənsin, daha da gözəl verilişlər çəkilsin inşallah. Bu qədər. İnşallah. Bir daha xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Tacir müəllim, sizi də bir daha salamlayıram. Xoş gəlmisiniz. Mikrofonu sizə veririk. Tacir müəllim də danışsın, öz sözlərini səsləndirsin. Hər kəsin axşam xeyri olsun. Mən də hər birinizi salamlayıram. Bayaq dedim, yenə də deyirəm. Düşərli olsun verişimiz. Ansambulda salamlayıram. Çox sağ olun. Nəvə Koroğlu. Buyur. Mən də hər birinizi salamlayıram. Yenə bir daha deyirəm, Aşıq həmişə öz ifası ilə salamlayır hər bir kəs. Elə Nəvə Koroğlunu dəvət edək, bir gözəl bir Bəli, İfa növbəti işte. ifasını səsləndirsin. Şair, mən bir də sizlərə çox sağ ol deyirəm. Zəhmət Buyurun. çəkib, vaxt ayırdınız, gəlib iştirak elədiniz. Gələn ayaqlarınız var olsun deyirəm. Gün o gün olsun, Nəvə Koroğlunun toyunda. Bax elə Xarı Bülbül ansamblı ilə bərabər gələk, iştirak edək. Çox sağ ol. Nəvə Koroğlu, gəl. Gəl baba Koroğlu gözləyir səni. Gəl əyləş onun yanında, gəl keç əyləş. Sağ ol ay Koroğlu. Üzün ağ olsun. Gözəl ifa, ustadına da əhsən. Ustadın kim olubdu? Kəlbəcər
Kəlbəcərli Mehdi müəllim, Aşıq Mehdi bir də Zabil müəllim. Ağcabədir rayonunun Taynaq kəndindən, eləmi? Ağcabədir rayonunun Taynaq kəndindən Zabil müəllim. Hər ikisini salamlayırıq, gözəl sənətkarlarımız. Eşq olsun deyirəm sizlərə və elə istəyirəm ki, verilişimizin bu anında Xarı Bülbül ansamblına söz verək. Xaləddin Ayazoğlu'nun rəhbərliyi ilə Xarı Bülbül ansamblından gözəl bir ifa işlək. Buyur Xaləddin. Çox sağ ol. Fərhad Hüseynoğlu, təşəkkür edirik və Xarı Bülbül ansamblı sizlərə çox sağ ol deyir. Hə, Tacir, sən nə Yenidən oxuyasan? Tacirə söz veririk. Yenidən Tacir, buyur görək, Tacir ay ifasını Tacir. işlək. Ay ömrüm ne diysen eylerem. Sana bir şey olsa aklı ben neylerem. Ay ömrüm ne diysen eylerem. Sana bir şey olsa aklı ben neylerem.
kavgası, bu zalimin balası, başımın olup belası. Sevse de sevmese de nene gelsin kavgası. Çaldı bu kız, nene dermandı bu kız. Divane edi, beni çok çaldı bu kız. Çaldı bu kız, nene dermandı bu kız. Divane edir, beni çok çaldı bu kız. Düşüp vuruldum Yürek senin kadrine Adını yazıp kalbime Gerek senin kadrine İşte düşüp vuruldum Yürek senin kadrine Adını yazıp kalbime Gerek senin kadrine İşte düşüp vuruldum Yürek senin kadrine Adını yazıp kalbime Gerek senin kadrine İşte düşüp vuruldum Yürek senin kadrine Adını yazıp kalbime Gerek senin kadrine. Çox sağ olun, var olun. Hə Tacir, təşəkkür edirəm bu gözəl ifa üçün. Çox sağ ol, var ol. Tacir, mən istəyərdim ki, Şair Köroğlu Sönməzdə bir şeir parçası desin, bir gözəl fikirlərini söyləsin. Sonra yekunda Nəvə Köroğlu'dan bir ifa eşidəcəyik. Elə onun ifası ilə verişimizə yekun vuracaq. Buyur şair. İxtiyar müəllim, Ülviyə xanım, çox sağ olun. Allah sizlərdən razı olsun. Həqiqətən mən musiqiçiləri çox bəyəndim. Xoşuma gəldi. Bütün heyət gözəldir. Operatorundan tutmuş, səs rejissoruna kimi və qonaqlarınızın hər biri həqiqətən də səliqəli, səhmanlıdır. Bu şair diqqətində olan bir, belə deyək də, fikirdir. Qaldı ki, mən öz tələbəm haqqında, İxtiyar Dönməz haqqında qısa bir şey demək istəyirəm, vaxtınızı almaq istəməzdim. İxtiyar müəllimin fərqli cəhətləri çoxdur. Fərqli cəhətlərindən birincisi odur ki, İxtiyar müəllim kimin şeirin deyirsə desin, yekunda müəllifin adını çəkir. Bəli. Yəni, möhürbəndi birbaşa deyir. İndi aparıcılarımız var, mən efir vasitəsilə deyirəm, müəyyən, belə deyək də, bu işə baxanlar var. Deyir, yekunda nə öz adını deyir, nə şairin adını deyir. Tamamilə... Hətta bəziləri var ki, utanmır öz adına deyir. Öz adına da deyir. Amma İxtiyar müəllimin üstün cəhəti ən birincisi odur ki, kimin şeiri olur olsun, mütləq onun adını çəkib halallığını alır. Yadıma bir sən nə düşdü şair? Bu gözəldir. Yadıma bir sən nə düşdü? Bir dəfə Ülviyə xanım, hacı zəng etdi ki, bəs ehsanat təşkil etmişəm, hacıdan gəliblər. Həm bibimiz də Hacı xanım, bəli, öz həyat yoldaşı ilə Hacı xanımdan gəldi. 2018-ci il idi. İnanırsınız, elə ilk gələn mən olmuşdum qapıya. Bəli. Böyük bir
stol açılıbdır. Gələn qonaqlar hacını ziyarət eləməyə gələn Hacı xanımı, bibimizi salamlayıram mən efir vasitəsilə. Çox sağ olun, Və təşəkkür edirəm. gördüm bir səs gəlir Ürviyə xanım. And olsun Allaha, bir balaca məni üşütmə tutur ki, ay Allah, bu yan mən nə səhv etmişəm ki, bu belə də, bu qadın kimdir? Gördüm deyir ki, yox vallah deyəcəm, bu İxtiyar müəllimdir. O da poverimiz idi. Bəli, bu da yemək pişirir də, bizim aşpazdır. Demək bu aşpaz bir məclisdə olmuşuq. Mən nə bilirəm ki, bəli, Sarcalı kəndindən. Sarcalda toyda, Sarcalı kəndində toyda olmuşuq. Şeiri deyəndə mən ustadımın adını çəkdim orada. Bu bunu eşidib. Gəl deyir ki, sənə mən təşəkkür edirəm ki, bəzilərə kimi sən şeiri uğurlamırsan. Öz şeirin olanda öz şeiri deyirsən. Ustadlardan deyəndə mən də hər bir zaman ustadlardan deməyə şərəf duyuram, fəxr duyuram ki, öz ustadlarımızdan demək. Çünki mən ustadlarımızdan deməliyəm ki, gənc nəsil də mənim şeirlərimi desin. Bəli, elə istəyirəm bu anda Koroğlu müəllimdən qəşəng bir şeir eşitdim. Buyur şair. Ülviyə xanım, böyük məmnuniyyətlə deyərəm, vaxt məhdudiyyətindən belə deyək də səmərəli istifadə eləmək üçün mən də birbaşa sözü Nəvə Koroğlu Olsun, yox, o bir 3 dəqiqə artıq olsun, verilir. Xahiş edirəm. Şeiri deyin, Ülviyə xanım istərsə o şeiri. Ülviyə xanımın ürəyi hansı şeiri istəyir, hansı mövzuda da onu desin deyim. Siz nə səsləndirsəz bizim üçün xoşdur. Belə ürəyinizdə nə keçirsə onu səsləndirin. Buyur şair. Özdə mən bir söz dedim bayaqları, dedim eyni hərflə. Gördün, musiqiyə aid şeir dedim, M hərfi ilə başladı hamısı bütün söz. Bəli, indi ürəyindən nə keçirsə onu da səsləndir. Qorxmayın. Cavanlar üçün onda bir sevgi şeiri deyəcəm. Çünki bu papaqla, bu saç saqqalla, yəni mənim sevgim Allahadır. Siz cavanlara deyirəm, bütün sözlər S hərfi iləndir. Sevgilim, sevgimin saflığı sənsən. Sönməyən sevgi ilə sevirəm səni. Sevgi səadətdir, sevgi sehirdir. Sözümün sehri ilə sevirəm səni. Sevgi səmaların son sevdasıdır. Sanki sonaların su sonasıdır. Ay müğənni xanəndələr, segah da sevginin səs sədasıdır. Segahın səsi ilə sevirəm səni. Arzu edirəm ki, cavanların sevgisi təmiz olsun, pak olsun, əsl sevgi olsun. Bu şeirdən sonra söz demək həqiqətən də çətindir. Mən yeganə efir, bu efir, o hikmətli sözlər deməyəcəm. Çünki ustadım əyləşib burada. Əlbəttə. Ona görə bu günləri, o sözləri deməyəcəm. Allah razı olsun. Növbəti verişlərdə deyəcəm. Ustad çox sağ ol. Allah razı olsun sizlərdən. Var olun. Mən də o vaxtımı belə mümkünsə verək Koroğlu ziyadə. Nəvə Koroğlu dəvət edək və Ülviyə xanım. Nə vaxtda istəsəniz Koroğlu sizin qulluğunuzda hazır. Biz gələcəyik Laçına. Laçına, Kaha kəndinə gələcəyik. Və biz növbəti inşallah bizim də elə fikrimizdədir ki, biz Qarabağ torpaqlarında bir çəkiliş edək inşallah. Bəli, inşallah növbəti verişlərimizi Qarabağda çəkəcəyik. Qarabağımızda çəkiliş edəcəyik inşallah. Və fürsətdən istifadə edib mən bir daha sponsorlarımız haqqında qısa bir məlumat vermək istəyərdim. Verilişimizin baş sponsoru Alsı Mol Ticarət Mərkəzi. Ağcabədi Ağdam şoseysində Şərəfxanlı kənd ərazisində tam orta məktəbindən üzbəyiz gözəl bir məkanda yerləşən 3 mərtəbəli Alsı Mol Ticarət Mərkəzinin rəhbərliyinə və kollektivinə çox sağ olun, var olun deyirik. Şəxsən Hacı Faiq qardaşımıza çox sağ olun, var olun deyirik və biz də Hacını salamlayırıq. Və biraz öncə şair Koroğlu Sönməz bir söz dedi. Dedi, mən Ay İşığı Ailəvi İstirahət Mərkəzinə mən bir kitab gətirdim, amma birində mütləq Alsı Mol Ticarət Həmkarımız Hacıya inşallah bir kitab hədiyyə eləyəcək. İxtiyar müəllim, verəcəm, verərsiniz, təqdim eləyərsiniz. Başla və növbəti sponsorumuz bizim gözəl verilişimiz üçün çəkilişlərimizə şərait yaradan Ağcabədi rayon Kəridi kənd ərazisində yerləşən Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə, xüsusən də Anar qardaşımıza çox sağ olun, var ol deyirik, təşəkkürümüzü bildiririk və Nəvə Koroğlunu dəvət edirik səhnəyə. Sağollaşaq. Biz də tamaşaçılarımızla sağollaşırıq, gələn görüşlərə qədər deyirik və sonunda Koroğlu'nun ifasını işdirik.
və Gecəniz xeyrə qalsın. növbəti verilişlərdə də fərqli qonaqlarla sizlərin görüşünüzə gələcəyik.